1-ci sinif ingilis dili dərsləri Unit 5 Lesson 1 səhifə 32. Burada gördüyünüz kimi geyimlərə aid sözlərdir. İlk öncə qulaq asırıq, sonra təkrarlayıb və hər bir sözün necə məna verdiyini öyrənirik. Gəlin başlayaq. 36-cı səsə qulaq asırıq. İstəsəz siz də veb saytdan, yəni təhsil şirkətinin saytından girib bunları dinləyə bilərsiniz. Başlayaq. Track 36. Listen and point. Vocabulary. 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 Shirt. Shirt. Jacket. Jacket. Pants. Pants. Vocabulary. 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 Skirt. Skirt. Shoes. Shoes. Sneakers. Sneakers. Vocabulary. 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 Deməli, burada geyim adlardır. Gəlin bir daha oxuyaq. Shirt, köynək, gördüyünüz kimi, yəni uzun qol köynək. Jacket, nazik jaket, gödəkçə. Pants, şalvar. Skirt, ətək. Shoes, ayaqqabı, ümumiyyətlə, yəni ayaqqabılar. Yəni görürsünüz, shoes. Cəm haldadır, ayaqqabılar. Sneakers, idman ayaqqabıları, yəni krossovkada belə deyək. Shirt, jacket, pants, skirt, shoes, sneakers. Davam eləyək. Burada yenə bizim dinləmə mətnimiz var. İlk öncə bu sualları və bu suallara necə cavab vermək lazımdır onu öyrənək. What color is your shirt? What color is your shirt? My shirt is yellow. My shirt is pink. Shirt nə idi? Köynək, qısa qol köynək də ola bilər, uzun qol köynək də. What color is your shirt? Sənin köynəyin rəngi nədir? My shirt is yellow. Mənim köynəyim sarıdır. Və ya my shirt is pink. Mənim köynəyim rozovudur, pəmbədir. Digərinə baxırıq. What color are your shoes? What color are your shoes? Sənin ayaqqabıların nə rəngdir? Baxın, bayaqki cümlə ilə bu cümlənin arasında bir fərq var ki, birincidə iz işlənib, ikincidə ar işlənib. Bunun səbəbi odur ki, shirt birdir, yəni bir dənə geyimdən danışılır. Ona görə iz işlənir. Amma shoes, ayaqqabılar çoxluq olduğu üçün ar işlənir. Bu da bizim əsas fərqimizdir. Cavab veririk ki, they are blue, onlar mavidir. Və ya they are purple, onlar bənövşəkdir. Ya da belə cavab verə bilərik ki, ayaqqabılar mavidir, ayaqqabılar pəmbədir. My shoes are blue, my shoes are pink. Are niyə işlədirik? Çünki shoes çoxluqdur, çoxdur. Ona görə də are olacaq. İndi burada da bizim dinləmə mətnimiz var. Ona qulaq asaq. 38. Track 38. Listen and sing. Then act it out. Colorful clothes. What color is your shirt? My shirt is yellow. Yellow shirt. Yellow shirt. My shirt is yellow. What color are your shoes? My shoes are pink. Pink shoes. Pink shoes. My shoes are pink. What color are your pants? My pants are blue.
Aha, dinlədik. Bayağı izahını verdiyimiz cümlələrdən idi. Bir daha baxaq. Mahnının adı belədir. Colorful clothes. Rəngli geyimlər. Colorful rəngli deməkdir. Clothes ümumiyyətlə geyimlərin adıdır. What color is your shirt? My shirt is yellow. Sənin köynəyin nə rəngdədir? Mənim köynəyim sarıdır. Yellow shirt, yellow shirt. Sarı köynək, sarı köynək. My shirt is yellow. Mənim köynəyim sarıdır. What color are your shoes? Sənin ayaqqabın nə rəngdir? My shoes are pink. Mənim ayaqqabılarım pəmbədir. Pink shoes, pink shoes. Pəmbə ayaqqabı, pəmbə ayaqqabı. My shoes are pink. Mənim ayaqqabılarım pəmbədir. What color are your pants? Sənin şalvarın nə rəngdir? My pants are blue. Mənim şalvarım mavidir. Blue pants, blue pants. Mavi şalvar, mavi şalvar. My pants are blue. Mənim şalvarım mavidir. What color is your skirt? Sənin köynəyin nə rəngdir? My skirt is purple. Mənim köynəyim, mənim ətəyim bənövşəyidir. Skirt ətəkdir. Purple skirt, purple skirt. Pəmbə ətək, bənövşəyi ətək. My skirt is purple. Mənim ətəyim bənövşəyidir. Gördüyünüz kimi buradakı cavablar hər iki formada suala verə biləcəyimiz cavablardır. Ya deyirik ki, mənim məsəl üçün köynəyimin rəngi sarıdır, ya da deyirik ki, köynək sarıdır, ya da belə deyə bilərik ki, o sarıdır. It is məsəl üçün yellow və ya my shirt is yellow. Bu formada cavab verə bilərik. Bugünkü dərsimizin də sonu, gələn dərslərdə görüşənədək. Bye.